Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Bütün dünyada dələduzlar həmişə asan yolla, rahatlıqla nəyisə əldə etmək eləyən insanları bilərəkdən, bilməyərəkdən aldadırlar və bu dələduzların qurbanları son nicatını məhkəmələrdə axtarsalar da, demələrinə görə illərdir çəkən məhkəmə prosesində bugünə qədər də onların bütün problemləri həll olunmayıb. Baxmayaraq ki, məhkəmə qarşısında 200-300-dən çox insan məhz eyni problemlə bağlı nicat gözləyir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Zərbəliyev Oqtay Dünyamalıoğlu, Nağdəliyev Ramin Ramizoğlu, Şahmuradov Natiq Aqiloğlu və qeyrilərinin cinayət işinə baxılır. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində isə yüzlərlə insan tanınır. Əliyev Orxan Ələddinoğlu biri də var. Onların bugünkü məhkəmə prosesi ləngiyir. Saat 1-ə 2-yə təyin olunsa da artıq yarım saatdan çox vaxt keçib, hələ də məhkəmə prosesi başlamayıb. Gördüyünüz bu insanlar, hətta o ya digər tərəfdə var, məhkəmənin qarşısında var və bu adamların hər biri bugün Fərid Namazovdan nicat gözləyir ki, onların problemləri həll olunsun. Milyonlarla manatı ələ keçirdən dələduz bugün məhkəmə qarşısında dayansa da bu adamların onlara dəyən zərəri hələ də ödəməyib. Xurama xanım, özünüzü təqdim edin zəhmət olmasa. Mən Aslanova Xurama Mirağa qızı 2016-cı ildən Zamin Əmlak adlı şirkətə pul vermişəm. Demək 45.000 manat pulu. Mənə Əhmədlidə ev göstəriblər. İsfəndiyar Şərur İnşaatın evindən mən o evi remont eləmişəm. Ümidlərlə gözləmişəm, evə köçəcəyəm. Sonra İsfəndiyarın adamları neysə gəlib çıxartıb. Yəni bizə pul çatmayıb. Pulu vermişəm Zamin Əmlakda Oqtay Zərbəliyev Dünyamalıoğluna. Demək 45.000 manat vermişəm, 23.000 də remontuna pul buraxmışam. Demək 2000-ci ildə, 2020-ci ildə, 2026-dır, hələ də nəticəsi yoxdur. Demək Xətai rayonunda bölməsində iş getdi. Zamin Əmlak. Zamin Əmlakla. Nə bunları tuturdular, nə bir şey. Elə ortalıqda gəzirdilər. Aldıq işi verdik. Dəfələrlə prokurorluqda olmuşuq. Bax, bizdə bir zərər çəkənimiz var. Düz rayondan gəlib də, ağır vəziyyətdə gəlib. Balası qabağında ağqandı. Şəxsən mənim yanımda nəvəsi, mənim yanımda Sərdar İmanov prokurorluğunda, Xətai prokurorluğunda ayaqlarına qapandı ki, imdad dilədi. Bizim pullarımızı, nəinki o ya, bütün qrup biz olmuşuq olan qəbulunda. Bütün qrup düzdür, zülmlə də olsa girmişik qəbula. Baxılmadı, işi aldıq verdik Qoraddelə. Qoraddeldə də baxılmadı. İş gəldi, çıxdı ağır cinayətlərdə. Düzdür, Fərid müəllimlə yerdən göyə qədər razıyıq. Dəfələrlə deyir ki, ədalətli iş görəcək, ya pullar veriləcək, ya da ədalətli onlara hökm kəsiləcək. İndi bu boyda millət 200 adama, 200-ə yaxın insandır. Onların adından mən danışıram. 200 yaxın adam imdad diləyir. Ya pulumuzu versinlər, biz heç nə tələb eləmirik. Ya da ən ağır cəzanı versinlər, ən ağır hökmü. Geçsinlər, yatsınlar. Onsuz da millət mülki iddiasını verib. Təqribən neçə zərər çəkən var bu prosesdə? Təxminən deyim də, Xətayda 35 nəfər, 34 nəfəri göndərdilər tələm-tələsik. Orada da biri vardı, Rövşən xan Babayev müstəntiq idi. Demək, orada bir yağlı, belə deyim də, zərər çəkənlərdən, məsələn, 20.000'di alırdı, 5'in qoyurdu, onun qoyurdu cibinə. Elə bir 5-6 nəfəri ilə bağladı. Ondan sonra bizim yazılarımızla, ərizələrimizlə çıxartıldı işdən. İndi o da bilmirəm, çıxartıldı, çıxartılmadı. Bizə deyiblər, çıxartıldı. Dəfələrlə prokurorluqda olmuşuq, dəfələrlə. Elə bir orqan qapısı yoxdur ki, biz açmayaq. Elə bir orqan qapısı yoxdur. Hara gedirsən tutulub. Neynirəm mən onun tutulmağını? Cəmaət pulunu istəyir. Cəmaət pul gözləyir. Üst-üstə nə qədər ziyan dəyib? Üst-üstə 4 milyona yaxın. 4 milyona yaxın puldur. Ne pul verilir?
Biz indi gözümüzü nəyə tikmişik? Ağır hökmə. Ədalətli ağır hökm verilsin, yatsın. Adətən belə proseslərdə deyirlər ki, zərər çəkənlə təqsirləndirilən arasında bir barış imzalansın, dəyən zərər ödənilsin ki, o da Vallahi məhbus Fərid həyatı müəllim yaşamasın. deyir. Fərid müəllim deyir. Xeyri yoxdur. Bunlar nəyi gözləyir? O bunun boynu 9 nəfərdir içəridə. O qədər 5 pulu nəfər yeyiblər, maklerdir. bəs onu deyirlər. 4 dənə də o dələduzların 9 böyüyü. nəfər. Bəli, 5 9 nəfər nəfər həbs maklerdir. 4 nəfər də o dələduzların böyüyü. Aha. Biri güya başçıdır, Oktay Zərbəliyev dünya malı oxuyur. O birisilər də bu onun boynuna qoyur, o bunun boynuna qoyur. Onu balaca uşaq da bilir ki, kim nə yeyib. Özünüzü təqdim edin. Əsgərova İlhamə Məsud qızı. Biz artıq illərdir ki, bunlardan çox əziyyət çəkirik. Qış bilmirik, yay bilmirik. Yəni soyuqda gəlirik. Hal-hazırda 2-də məhkəməmiz başlamalıdır. Saat 2 artıq olub. İşdən icazə alırıq. Bir dəfə alırıq, ikinci dəfə ala bilmirik. Yəni hamını da başa düşmək olar. Amma bizim harayımıza heç kim çatmır. Dəfələrlə lazımi orqanlara müraciət eləmişik. Dəfələrlə. Bizə adı bir də məktub gəlir ki, baxıldı. Eyni məzmunda. Və o baxıldıqdan yaxşı baxıldısa nəyə baxıldı? Onunla bağlı heç bir bizim məlumat verilmir. Deyəndə də tutulub. İndi də ki, bizim pullarla neyiniblər o sualın Kürdəxanda verdiniz. keyf eləyirlər. Bəli, həm Kürdəxanda oturub keyf eləyirlər. Bunu aydın açıq hamımıza aiddir, bəllidir. Bəli. İkinci, Yediyi övladdan çıxardır xaricdə oxutdurmağa. Bəli. Bəs mən niyə övlad oxutura bilmirəm xaricdə? Mən zülmlə, zillətlə, müəllimə pulu ilə gəlmişəm sosial evdən ev almağa, məni alladıb. İndi də mənim pulumla onun burnundan gəlsin. Bəs dövlətimiz Ulu Öndər Heydər Əliyev müəllimlərə qoyduğu hörmət bugünkü gündə biz heç bir qapıda görmürük. O hörməti özümüzə qarşı. Bir müəllimlər kimi də həkimlərimiz var, sıradan insanlarımız var, evdar xanımlarımız var. Əziyyət çəkən fəhləliklə pul qazananlarımız var. Bugünkü gündə kirayə qaplarında yaşayırlar. Bugünkü gündə kirayə qaplarında niyə görə, nə səbəbdən kirayə vermək asandır? Gələrlər heç olmasa onu ödəyərlər bizim pulumuzu ödəməkdən ötəri. Biz gedib onların villalarını görmüşük, biz onların qapılarını görmüşük. Üstümüzü elə formada hücum edib, qarğuş ediblər, hələ hətta övladlarımıza belə qarğuş ediblər ki, eləmişik yaxşı, həm güclü. Bəli, həm suçlu, həm güclü. Bugünkü gündə sadəcə acınacalı vəziyyət nədir? Bugün biz məhkəmədə iştirak edəndə, yəni onlara elə bir şərait yaradılır, onlar rahat en qədər sözlərini deyə bilirlər. Amma biz bir dəfə ifadə verdiyimiz üçün ikinci dəfə qalxıb onlara qarşı nəsə söz deyə bilmirik. Quldur sözünü hətta bir işlədəndə bizi otuzdururlar yerimizdə ki, təhqir eləmir. Bəs yaxşı, təhqir eləmir. Bizim də içimiz yanır axı. Bizim də içimiz yanır. Axı biz dişimizlə, dırnağımızla, zülmlə, zillətlə pul qazanmışıq ki, bizim pulumuza kimsə çöksün. Biz onlara yalvarmışdıq ki, bizə ev verin. Mən gedib Əhmədlidən ev alıram, mənə makler gətirib soxub o ilan yuvasına. Akazsa bunlar hər bir toçkada özlərinə makler qoyublar. Bugünkü gündə 2 makler çıxıb ev dustalığına. Nə səbəbə? Hələ ən başlıcası o maklerlərdən başlamaq lazımdır ki, insanları aldadıb gətirib bu ilan yuvasına soxub və bizləri aldadaraq pullarımızı mənimsəyiblər. Mənim deyəcəyim bu qədər. Vallahi mən özüm 2-ci qrup əliləm, yoldaşım. Əskərliyin Çernobyldə olub, Qarabağ, Ağdərə bölgələrində vuruşub, rəhmətə gedib. Tək ana kimi 2 xəstə evlada baxıram, epilepsiyalı xəstədirlər. Nətər eləyir? Özüm ayaqlardan əliləm. Bütün günü sürünə gəlirəm, ümid gözləyirik. Vallahi yenə deyirəm, quldurdular, nədilər? Biz heç nə istəmirik, belə açıb buraxsınlar, amma cəmaatın pulu paylansın. Vallahi burada gördüklərimizin hamısı kirayə qalır. Mən özüm kirayə qalıram. Nətər eləyik, kimdən imdad istəyik? Hansı dövlət orqanına getmişik? Eyni məzmunda kağız, İçərdədirlər. Mən neynim içərdədirlər? Mən pulum alınmayandan sonra istəyir içərdədir, necə içərdədirlər? Vallahi nə bilim, mən onlara düşən hökmü onlar alsın, mən adımı dəyişərəm. Mən adımı dəyişərəm. Vallahi elə bir orqanlara gedirik ki, elə bir pulumuz üçün getmirik. Elə bir biz pulumuz üçün getmirik. Deyirik, yəni qoy sizə çatsın, bizə yox. Olmaz belə, qurban olum. Yalvarırıq, yaxarırıq. Şəxsən mən Sərdar İmanovun qəbulunda olanda Xətai prokurorunun çağırdı orada Elgizi,
müstəntiq idi. Başım belə əydi ki, bunun pulu verilsin. Hanı? Demək yalandan tumarlıya yola salmaqdır. Nə tər eləyək? Məndə qərarı var, buraxılsın. 2014-dən fəaliyyət, 2016-dan fəaliyyət göstərdi bu quldur dəstəsi Xətai rayonunun düz göbəyinin ortasında. Sağında prokurorluq, solunda bölmə. Hara baxırdı bunu? İkisi aldansaydı, gəlib bu boyda millətə çatmazdı da. Qabağı alınsaydı onun, hara baxırdı onun prokuroru, hara baxırdı onun bölməsi? Hə? Niyə qabağın vaxtında almırdı ki? Bu boyda millət, bəli, bu boyda millət düşməyəydi zülmə. Bir vardı 10 nəfər şikayətçi olaydı, zülmə düşməyəydi. Bir də vardı, gör nə qədər millətdik. Çox maraqlıdır ki, 2016-cı ildən 2021-22-ci ilə bəli, qədər 23-də tutuldu da bunlar, acan idi. 23-də tutuldu. Onların da tutulmağının bilirsiniz nə qədər zülüm çəkdik. Haralara ayaq döydük biz. Oldu Xurama xanım. Hörmətli izləyicilər. Mən xahiş eləyirəm, hörmətli prezidentimiz. Sizdən çox xahiş eləyirəm. Bax, bir ana kimi, bir zərər çəkən kimi, bir Azərbaycan vətəndaşı kimi, hamı kvartirantdır. Xahiş eləyirəm, çünki sosial ev də olsa bunlar təmin olunsun. Başqa mən heç nə istəmirəm, mən sizin ədalətinizə inanıram. Allah danışıram, mən burada qışlarım əsri. Heç kim bizi başa düşmür, heç kim başa düşmür. Yaxşı kimə deyək dərdimizi? Biz Azərbaycan vətəndaşıyıq da. Biz qıraqdan gəlməmişik, tələbimizi istəyirik, istəyimizi istəyirik də. Hörmətli biz güvənirik. İzləyicilər, nəzərinizə çatdırım ki, burada gördüyünüz şəxslərin hər biri dələduzluğa məruz qalmış şəxslərdir. Buyurun. Bəli, biz inanırıq Fərid müəllimə, Fərid Namazova inanırıq. Bilirik ədalətli hökm verəcək. Biz Fərid müəllimdən də xahiş edirik. Gedişatından razısınız. Gedişatı yaxşıdır. Gedişatı neçə dəfələrlə deyib barışın, yola gəlin, nə bilim cəmaatın pulu verilsin. Bilmirəm nə amma ortada bir oyun gedir, mən o oyunu tuta bilmirəm. O quldurlar var ha, o quldurlar becə bu boyda milləti allatmayıb. Onların da dalında kim durar? Dəfələrlə gedib şikayət eləmişik. Heç olmasa onların dalında duranları çıxartsınlar ortalığa kimdir? Kimdir bunlar? Kimə arxayınlar belə rahat oturublar? Vallahi içim dolu deyə danışsam, geri səhərəcəm bu kamera qabağında danışım. Mən Fərid müəllimdən də xahiş edirəm. Fərid müəllim, bax, bir ana kimi qurban olum sizə. Xahiş edirəm, bu boyda millətin pulu verilsin. Vallahi sonra bizim onlarla nə dərdimiz var? Bıraxılsın, ya indi nə cəzası verilsin. Başqa heç bir şey tələbimiz yoxdur. Vallahi qırıldıq, batdıq. Gör neçə ildir biz məhkəmələrdədik. Xətai məhkəməsinə gedirdik, açırdılar, bıraxırdılar, açırdılar, bıraxırdılar. Biz nətər eləyik? Axır aldıq, getdik Qoradelə. Qoradeldən gəldi bura. Oldu, qurban olun. Başqa heç bir xahişim yoxdur. Xahiş eləyirəm ki, bir dənə bizim pullarımız alınsın, verilsin. Başqa bizim dərdimiz olmaz. Mən bu boyda qrup adından danışıram. Təşəkkür edirəm. Allah köməyiniz olsun. Allah sizə can sağlığı versin. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə zamin əmlakın aldatdığı, onların dələduzluğa məruz qoyduğu, bax, bu şəxslərin məhkəmə prosesi gedir. Gördüyünüz bu şəxslər zərər çəkmişlərdir. Əksəriyyəti kasıb, illərlə qəpik-qəpik üst-üstə qoyub yığıb evinin olmasını istəyən vətəndaşlarımızdır ki, hər biri, hər kəs istəyər ki, onun evi olsun, mənzili olsun, kirayələrdən canı qutarsın. Amma bugün bu situasiyadan istifadə edən, bu cür adamların sadəlövhlüyündən istifadə edən zalim əmlak deyək bunların adına, zamin əmlak zalimlik eləyib onların mülkiyyətlərini, pullarını ələ keçirdib və illərdir də ki, onları aldadıb. Hazırda isə onların şikayətinə məhkəmədə baxılır. Ümid edək ki, Fərid Namazov ədalətli qərar verəcək və bu şəxslərə dəyən zərər ödəniləcək. Təşəkkür edirəm hər birinizə bizi izlədiyiniz üçün. Paylaşın və abunə olun ki, digər şəxslər də bu cür problemlərlə üzləşməmək üçün bu cür reportajları izləyib bunlardan dərs alsınlar və maariflənsinlər ki, başlarına bu cür hallar gəlməsin. Və mən bu cür situasiyalarda hər zaman deyirəm ki,
pul algı-satqısı eləyən zaman mütləq hüquqşünasa, vəkilə müraciət eləyin ki, belə hallarla qarşılaşmayasınız. Sizi aldadıb pullarınızı almasınlar. Sizi bu cür çətin, mağdur vəziyyətdə qoymasınlar ki, məhkəmə qapılarında qalmayasınız. Təşəkkür edirəm hər birinizə bizi izlədiyiniz üçün.